27 sentyabr anım günü ilə əlaqədar 2-ci fəxri xiyabanda ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət edilib. Vətən müharibəsinin 5-ci ildönümü çərçivəsində 2-ci fəxri xiyabanda hərbi memorial məzarlıqda geniş miqyaslı bərpa işləri həyata keçirilib. Hərbi memorial məzarlıqda 44 günlük vətən müharibəsini simvolizə edən 44 metrlik monumental abidə inşa edilib. Həmçinin vətən müharibəsində hər bir günü, əlamətləri, hadisələri özündə əks etdirən lövhələr ucaldılıb. 2-ci fəxri xiyaban bundan sonra həm də hərbi memorial məzarlıq adlandırılacaq. 1-ci Qarabağ müharibəsi, aprel döyüşləri, 2-ci Qarabağ müharibəsi, antiterror əməliyyatı daxil olmaqla digər əməliyyatlarda, eləcə də helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin və müxtəlif dövlət təltifləri ilə təltif olunmuş mülki şəxslərin uyuduğu bu ərazilərdə aparılan yenidən qurma işləri nəticəsində arada mövcud olan daş hasarı rəhmət olmuşdur. Biz analar üçün 365 günün hər bir günü anımdır, hər saatı, hər dəqiqəsi anımdır. Qürur duyuram ki, Azərbaycanı bütün dünyaya tanıdan, bütün dünyaya vətəndaş sevgisini, ordumuzun gücünü, dövlət kimi, millət kimi bizi tanıdan o zəfərin qazanılmasında payı olan bir qəhrəmanın anasıyam. Allah şəhidlərimizi rəhmət eləsin. Biz bu günləri onları çox qürurla anırıq, yad edirik, unutmarıq, unutmayacağıq da. Bizim üçün ən acılı günlərdən biridir. Eyni zamanda da bizim üçün ən qürurlu bir hissdir. Çünki biz şəhidlərimizin sayəsində bu torpaqlarda rahat gəzə bilirik. 44 günlük vətən müharibəsində 3000-ə yaxın igidimiz şəhid olub. 12 milli qəhrəman, 11 vətən müharibəsi qəhrəmanı olmaqla ümumilikdə 2-ci fəxri xiyabanda 670 şəhid məzarı var. Ağcələskərli Elvin Muradov, ATV Xəbər.